Gəncə Dövlət Universitetində 5 Mart Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş tədbirdə əvvəlcə ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışlara, eləcə də Universitetin İdman Klubunun Respublika və beynəlxalq idman yarışlarında qazandığı kubok, medal, diplom və fəxri fərmanlardan ibarət sərgiyə baxış keçirilib. Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan idmanının geniş vüsətlə inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ölkəmizə hələ birinci rəhbərlik dövründə digər sahələrdə olduğu kimi idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınaraq maddi-texniki bazanın yaradılması üçün böyük işlər görülmüşdür. Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində artıq Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Daha sonra çıxış edən Gəncə Dövlət Universitetinin İdman Klubunun sədri, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi Xəqani Umudov diqqətə çatdırıb ki, universitetdə başqa sahələrdə olduğu kimi idman sahəsi də rəhbərlik tərəfindən diqqət və qayğı ilə əhatə olunur. Məlumdur ki, bu günlərin 5 Mart Bədən Tərbiyə və İdman günüdür. Çox sevindirici haldır ki, Cənab Prezident həm də Milli Olimpiya Komitəsinin prezidentidir. Bu da öz növbəmizdə bizim üzərimizdə olan məsuliyyəti dərk edirik. Gəncə Dövlət Universiteti idman sahəsində də böyük işlər görülüb. İdman sahəsində də diqqət və həm zaman xüsusi yer ayrılmışdır. Hörmətli rektorumuz Yusuf müəllim universitetdə idmana hər zaman diqqət və qayğı göstərmişdir. Universitetdə məşqçilik ixtisası, ümumi fiziki hazırlıq ixtisası, fiziki tərbiyə və çağırışa qədərki hazırlıq ixtisası, bədən tərbiyə kafedrası və eləcə də idman klubu fəaliyyət göstərir. İdman klubunun tərkibində 10 idman növü üzrə 15-dən artıq komanda hazırlanır ki, bu komandalarda universiteti şəhər və respublika miqyaslı yarışlarda layiqincə təmsil edir və uğurlu nəticələr qazanılmışdır. Tarix Coğrafiya Fakültəsinin tələbəsi, Avropa Kuboku iştirakçısı, beynəlxalq turnirlərin qalibi Yeganə Əsgərova universitetdə yaradılan şəraitə və tələbələrə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Tədbirin sonunda bir qrup universitet əməkdaşı və tələbələr idman sahəsində əldə etdikləri nailiyyətlərə görə fəxri fərman və təşəkkürnamələrlə təltif olunublar. İlham Məmmədov, Müqabil Bəbirxanov, Səs TV, Gəncə.